Qızla niyə ayrıldın? O cür nə sevirdin? Çox səbəb vardı ona görə. Bir gün sevirsən onu. Yox. O Sevirdin səhvə. axı. Sevirdim. Neyini ki qapsızdı? Xəyanət zat deyil, bələnməyin. İndi deyəcək o mənə xəyanət. Sus gözüm. Gözünlə görməmsən, niyə elə deyirsən? Yox, burada yazılır. Burada yazılır. Gözünlə görüb xəyanət. Az hansı kişi deyəcək mənə arvadına? Deyəcək o elə Ləman sana. bir dəqiqə sual verirəm sənə. Düzsün. Ləman, dəqiq gözünlə görməmişəm. Ayıbdır, görsən belə danışma. Olmaz, kişi yaraşmaz. Gözünlə danışmıram. Daha sözü soxdun da lan. Söz soxma, ustadan belə soxan sonra mənə davam edir. Durun üzə bax. Mən eləmişəm, alınmadı ayrıldıq. Şuramı səhvini məndə görsün, hə? Hər nədir uşağın anasıdır, ayıb da olmaz. Uşağın anası- Düzdür kimlərin ağzına söz vermə. Nankör. Hə, qulaq as, dərsi. Mən bax görən nədir? Evliymiş. Yaxşı deyil. İki uşağı fikirləşən, o hərəkət eləmir. Bax işte. İki uşağı, özü qız uşağı fikirləşən, hərəkət eləmir. Mən gözümlə görməmişəm, haqqına girə bilmərəm. Ay sağ ol. Lazımsın, mənə sən yazın. Mən yaz video at. Sənin deməyinlə deyil ki, o xəyanət eləyib. Biz gözümüzdən görməmişik. Gözün görməz. Sən onun xəyanətini tutsaydın, çoxdan paylaşmışdın. Ona görə yalan danışma. Mərzələnirsən sən? Yo, düz danışıram. Mərzələnirsən, mən deyib ismazı, yazıcıma paylaş. Deyil, mən düzün danışıram. Sən onda bir səhv görsəydin, çoxdan paylaşmışdın. Vaaz bir dəqiqə. Mən Ağasıram. yine hər nə olsa da həyat yoldaşım ol. Düzdür mü? Mesaj ayrı. Durup mən. Durup. Paylaşmışsan mı? Və deyirsən, demirəm heç halda. Nəyi? Yazıblar, paylaşıb. Öpürsən? Yox, canım sözsün. Bir mesaj iki dənə siz paylaşmışam, eşitsən. Nə bilək o mesajı o yazıb? Nəyi? Nə bilək o mesajı o yazıb? Arkadaşın səsini tanıyırsan. Yo. Tanıyırsan səsini. Mən sənə eşitirsən. Səslər atım. Gir bax. Mənə niyə atıyorsun? Mən diktoram, nəyim olsun? Yox. Açığı danışaq. Deyirsən ki, səslər paylaşmışam. İki dənə mən cəmcim səhifəmdə bir dənə yazışma paylaşmışam. İki dənə səs paylaşmışam. Həmin oğlanın yoldaşı da, iki uşağı da var eşitirsən. Həmin oğlan yoldaşı bu dəqiqə Sənə yol gəldi, sənə yol gəldi. Çıx. Kim yol çıxdı ya? Sən çıx bir dənə, çıx təzdən gəl, yol gəldi sənə. Gələcəm, o takip atma. Uyarı gəldi də, qardaş, səhifəmiz gedəcək, çıx tamam. Takip atma. Sonra Uyarsın ki, biz də bədbəxt eləmək istəyən, çörək qazanırıq burada, çıx görək bir. kimi? Takip at, bağla at istərsən. Attım qazanam. Bağlı təzdən at, çıx tamam, çıxın bizim səhifəmiz gedəcək. Amma burada da yox, çıx gəl. Öndən qur. Ulan yok ha ayrılık xəyanət oldu hadi. Çox uzadı var. Mən bilmərəm, inanmıram mən bunlara. Canım, mən bildim ancaq qaçırıb üstüyə qaytarıb geri. Dayı mən evləniyim. Bu kişilərdən hər şey özləri mikrofon edib düzəldib paylaşırlar da. İnanmıram mən bunlara. Bəs uşaqlar kimlədir? Yəqin anasındadır da. Qızı xəyanət edən qadına uşaq vermirlər. Ha da onu deseydim. Yalan deyir. Yaxşı deyilmişlər. Qızlar heç vaxt qadın haqqına girmirsə, bu bizim başımıza da gələ bilər. Hər cür insana rast gələ bilərik bu həyatda. Gözünüzlə görmədiniz, inanmayın. Mesaj da boş şeydir. İnsan indi yapay zekanın hər şeyi düzəldir. Özünü düz əməlli göstərmək üçün. Mən elə şeylərə gözümlə görmədiyim şeyə inanmıram. Dərs var axı deyil. Şəhər nə? Ay Ləma. Ləma. Eşitirsən mən, qulaq az. Mənim sizlə bir problemim yoxdur ki. Mən deyil. Toqada səndə nə problem olacaqdır? Ay sağ ol. Yəni deyirsiniz ki, qadınların açığı deyə haqqına girmir. Mən açıq danışıram, mən inanmıram. Öz fikrimi deyim. Açığı danışsan, qoy mən də açığı danışım. Hansı oğlan, iki qız uşağı olurlar. Fərqi yoxdur, iki uşağı olurlar. 4 ilə həyat yoldaşlamaqda sən fərqi yoxdur. Ayrılarsan, sol verirəm. Bir problem olmadan ayrılarsan. Ayrılmışsın. Hə, məhkəmə həll olmayıb. Məhkəmə Ayrılmışsın, başqası var. Sonunda niyə qısqanırsan ki? qısqanmıram axı. Açığı danışaq. Mən belə bir söz deyim sənə. Deyirsən ki, uşaqlar anasındadır. Məhkəmə qarşısında uşaqlar məndə olacaq. Məhkəmədə uşaqlar mənə veriləcək. Özün də məndən böyüksən. Yaşın çox. Yox, qardaş, mən qarışmıram. Mən bir səfətlərdən qorxuram. Sən ona nə qarışmıram? Deyirsən ki, bizim başımıza gələn. Qarışmıram. Özünüz bilərsiniz. Nasıl? Qarışmırsan, qarışmır. Mən deməm ki... Qarışmıram, qaqa. Mən qızın haqqında pis danışmaq istəmirəm. Neyse, özünüz necəsiniz? Yaxşı, çıxsın.
Sako. Aydan Sako. Heyf 4 ildə. Ay sağ, heyf 4 ildən. Mən gözümlə bu həyatda görmədiyim şeyə çox inanmıram. Mən də sənə deyirəm ki, sübut edeyim də. Mən düzü sübut eləməyə. Mən də burada yazılır. Çoxsu mənə də burada pisdir, açıq danışaq. Burada çoxsu qadından çoxsu, qız xeyraklan çoxsu mən pisdir. Amma belə reallar mən xırdamda çox oluram. Belə maşallah. Daha elə problemdə məhkəmədə həll eləyərdin. Niyə sosiallaşdırdın ki? Şimdi qulaq asla. Sənə gəl Aytazın səhifəsini verim. Gəl Aytaz səhifəsini gör mənə nələr paylaşıb. Mənim haqda. Düzgün hərəkətdir. Birinci paylaşımları o idi. Deməli səhvi yoxdur ki paylaşırdı. Onun səhvi olsaydı qorxub qaçardı. Dəqiq. Конечно. Səhvi olan dilin qoyar qarnına oturar bir qıraqda. Evdə niyə çıxdı getdi sual verir. Gedib də bezib səndən gedib. Mən sən 4 uşağı, 4 il ayrı ola, 2 uşağı ola çıxıb getməyə. Ola bilər bezib. Bezmək, yox sual verirəm sənə. Bezmək Belə şeylərinə görə bezib tamam. nə şeylərə görə? Nə bilim küsürdə. Mən sənə bir sözün canını atıram. Ben normal mən PKM atan, PKM belə söhbət edirəm. Bu xəyanət sayılır, sual verirəm. Sənlə belə salam kəsirəm, bu xanımla salam kəsirəm. Yox. Xəyanət sayılır, ayısı. Yox. Hə, bəs niyə deyirsən ki, bəs belə şeylərə görə? Mən düzgün Canını demədi, bir danışıqlarını dedi. danışıqlar nədir ki, mən bu danışığım olduğu müddətcə səbəb ki, artıq heç danışığım olur. Çox sağ ol. Reallığı mənada demirəm. Neyse. Neçə yaşın var sən? 666 çoxsan. 25. İnşallah barışarsınız. Allah eləməz. Məzunayızın. Heç kimin ailə problemi bilmir. Nə sən bilməm. Yenə də qadın nə olur olsun, heç vaxt sosial şəbəkədə elə haqqında elə danışın. Artıq heç Üstünüzə get problemdə məhkəmədə həll elə. O kişi qarşı hərəkət deyil o. Artıq heç danışığımı gördün mən. Danışdığında da qızı xəyanətkar elədin, qoydun ora. Həyatçıya deyəndə sual verirəm. Fərqi yoxdur, nə olmasın, 4 illik həyat yoldaşın ol. Mən o, fərqi yoxdur. Özünüz bilərsiniz, mən qarışmıram. Mən heç amma belə Baya bir şey düşdüm də sən, baya düşdüm. 4 illik təsəvvür ki, ailəlisən. Sən bax, belə qutlarsan bir məsələn. Bir təsəvvür edin. O, yarım sürüdü. Hə, Ailəlisən. sürüdü. Eləməli, hər bir şeyi verir. Baya düşsən, çətinliyin yoxdur. Varsan. Sən bezmə səbəbin nə ola bilər? Nə bilim valla. Xəyanət eləmək. Qadınsan da, açıram, Mən qadınsan. bilmərəm, oğlan, mən düşüyor olsa bezərəm. Düşüyor olsa deyəndə başqa məsələ. Amma Düşüyor olsa bezərəm dana. işdən gedib, işdən evə gəlmə, o başqa bir şeydir. Bak işte mən ülke orada çoxsu pislik, açıq danışar. Amma belə reallığa gəlsək, sizin qarşınıza qoyduğunuz sübutlarla, sizin qarşınıza qoyduğunuz sübutlarla. Arkadaş biz məhkəmə deyilik, bizim qarşımıza nə sürpriz kimi ki, biz nə sizin toyunuzun Yox, var, sizə nəsə qoyuram. nəyimiz alansın? Aslında sizə demirəm ki, nəsə qoyuram. Yəni inandırma məqsədi ilə. Düzdür, burada 1700 nəfərə mən burada işini yandıra bilmərəm. Çoxsu burada hamısı belə burada yazırlar, çatda yazırlar. Çoxsu məni görür də. Amma mən ona qarşı üzə Sən bilirsən ki, onu dərindən sən hal-hazırda sənin dediklərin yalan olsa, sən məsuliyyət daşıyırsan. Bu qədər insanların içində onu alçaltmaqla. Bilirsən onu? Bilirəm də, mən Sən Liboy sözün burada qayda eləsə, sən Liboy sözü burada qayda eləsə və sübuta getirilməsə, sən hal-hazırda məsuliyyət daşıyırsan, onu bilsən. problem deyil lazım. Problem oldu olmadı, sən bütün Ben bilirəm. Mən bilmədim. 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 Ama hiç danışma. En şey danışmadınız. Ay Sako söhbət oldu da qardaşım, məni paylaşdı, eşidirsən ha? Paylaşdı, bir 5 gün mənim videomu paylaşdı. Mənə aid sözlər paylaşdı, öz səhifəmdə 24 minlik hesabımda paylaşdı, eşidirsən? O səhifəmi özüm ban elətdirdim. 24 minlik səhifəmdə paylaşdı ki, ağa mənə xəyanət elədi. Yoxşum, çox störləmə, şəkillənmə, səslərimi yaydı elədi. Eşidirsən? Birincisi bir çıxmaz, 4 il həyat yoldaşım olmuşsa. Yəni 4 ilin mən sənə baxmışam. Necə bunu qoyduq özü bir sən qara. baxmalıydın da qaqa. Ay sağ ol da, mənim çatımın altında qalmış. Üçün baxmalıydın. Hərəkət etmək eləmə düzgün hərəkət edir, amma fərqi yoxdur. Yox, yəndirəm ailə problemlərinizi aramızda həll edin. İşte bayağı düşün, düz bura nə məhkəmə dönür, nə bir şey dönür. Əsas məhkəmə qarşısıdır. Məhkəmə qarşısında bir şey dönür. Yəni canlıda danışma. Ya insan da aile plan. İnşallah barışarsınız diyeyim. Kaş eğer böyle söhbət varsa olmazdı diyeyim. Bilmirəm. Uşaqlar var. Sən sözü amin deyəm, kaş olmazdı. O başqa məsələ. Amma da nə var, ona bir çarə yoxdur. Ona bir çarə yoxdur.